Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər perinatal mərkəzdə obyekt mülki müdafiə məşqi keçirilib. Perinatal mərkəzdə işıqlar keçmiş, zəlzələnin nəticəsində körpələrin təxliyə edilir. Məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiya vermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir rəis heyətini idarə etmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub. Məşq zamanı hərbiləşdirilmiş obyekt mülki müdafiə dəstələrinin xəstəxana ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib. Həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib. Məşqdə ümumilikdə 6 texnika və 72 nəfərdən ibarət şəxsi heyət iştirak edib. Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub. Aidiyyatı üzrə tapşırıqlar verilib. Təlimə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin, Polis İdarəsinin, Sumqayıt Tibb Mərkəzinin və onun tabeliyində olan perinatal mərkəzin əməkdaşları, Qızılay Para Cəmiyyətinin üzvləri cəlb olunub. Qeyd edək ki, mülki müdafiənin məqsədi fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması və fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılmasından ibarətdir. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.